Bugünkü layihəmizdən danışacağam. Ətraflı məlumat vermişəm. Bu villamızda ağıllı sistemi tam təsis edəcəyik. Həm təhlükəsizlik sistemi, həm komfort, həm evin bütün istilik, soğutma sistemləri hamısı qoşulacaq. Artıq çöl işlərimiz və suvarma sistemləri yekunlaşmaq üzrədir. Evin içində olan işlərimiz də yekunlaşmaq üzrədir. Qısa bir vaxtda bu villa haqqında və villanın istifadəsi haqqında məlumat verəcəyik və görüntülərlə sizinlə paylaşacağıq. Bugün Dreamlanddə olan villamıza gəldik. Yekunlaşma işləridir. Artıq başa çatır. Həyətin suvarma sistemləri yekunlaşır. Bizim sistemlərə inteqrasiya eləyəcəyik. Digər evin içindəki işlər də yekunlaşmaq üzrədir və qurğularımızın fəaliyyəti dövründə sizə bu barədə məlumat verəcəyik. Yəni smart villa insanlara nə üçün lazımdır və burada hansı keyfiyyətləri, işığa qənaət və komfort və təhlükəsizlik sistemlərini ümumilikdə hamısını sizə göstərəcəyik. Məlumat üçün bildirim ki, tam funksionallıq, bütün qurğularda televizor, kondisioner, istilik sistemləri hər birində funksionallıq tam təmin olunacaq. Bu villamızda da həm ağıllı villa olmaqdan əlavə olaraq pilləkənlər də ağırlanacaq. Qısa bir vaxtda buradan yeni videolarla sizlərin qarşınızda olacaq.